Hər birinizi salamlayıram. Mən Aynur Əlləzova, Turmencerol Təlim Mərkəzinin həmtəsisçisiyəm. Deməli, ilk öncə webinarımıza başlamadan öncə sizə bizim təlim mərkəzimiz tərəfindən demək istəyirəm. Bugünkü webinardan sonra, bugünkü iştirakçılardan bizim istər tur menecer, getmə turizm meneceri, istərsə də viza təlimlərimizə qoşulacaq olan tələbələrimizə 10% indirimimiz var. Bu barədə koordinatorumuza yazsanız kifayətdir. Daha sonra kimlər ki webinara hazırda qoşulub izləyə bilmirlərsə, onlar gedişatda daha sonra YouTube səhifəmizə də keçib oradan izləmə eləyə bilər. Və bugünkü webinarımızı Abbas bəyin təqdimatında izləyirik. Florian Travel olacaq. Buyurun Abbas bəy. Hər birinizi salamlayıram. Əziz, həm yeni turizmə başlayan, həm də mənim əməkdaşlıq etdiyim agentlər deyək, həmkarlar deyək. Bugün mən sizi bizim şirkətimiz və sistemimizlə tanış edəcəm. Bəzilərinizlə düzdür əməkdaşlıq edirik, bəzilərinizlə hələ biz yeni addımlayırsınız turizmdə. Birincisi sizə həm uğurlar diləyirəm, həm də düşünürəm ki, turizmdə inşallah istədiyiniz yeri tutarsınız. Florian Travel şirkəti Avropada yerləşən tur operatordur. Avropanın bir neçə ölkəsində bizim ofislərimiz var. Hər bir ofisimizin fərqli finansla məşğul olan ofisimiz bir ölkədə yerləşir, marketing başqa ölkədə yerləşir, IT fərqli ölkədə yerləşir və digər. Həm bizim ofislərimiz həm tam ofisdir, həm də distansiyon ofislərimiz də var bəzi ölkələrdə. Bununla saytımızda tanış ola bilərsiniz. Şirkətimizin baş ofisi Polşada yerləşir, Krakow şəhərində. Bizim saytımızı yəqin hamınız bilirsiniz, floriantravel.com. Saytımızın ana səhifəsinə daxil olaq. Mən artıq açmışım turları. Saytımız həm də rus dilində və Azərbaycan dilində var. Yuxarıda bu bölmədə dili dəyişə bilərsiniz, Azərbaycan dili seçə bilərsiniz və yaxud gəlin mən Azərbaycan dili seçeyim. Turlarımıza iki cür baxa bilərsiniz. Həm buradan baxacaq, qrup turlarının xidmətimiz və qrup turlarına basaraq baxa bilərsiniz. Bunu indi sizə anlatacağım. Digər tərəfdən isə biraz aşağı düşər. Başladığı şəhər Roma və ya Budapeşti seçirsiniz. Burada Barcelona da ola bilər və digər ölkələr ola bilər, hansı ki bizim turlarımız başlayır. Hal-hazırda 2026-cı ildə Romadan və Budapeştdən, 2025-ci ildə isə burada Barcelonada var idi, çünki bizim Azal'la birgə turumuz var idi, Günəşin Kraliçası Barcelona. Həmən tur bu ildə indi bir neçə vaxt sonra yenidən dərc olunacaq, amma Vizer hava yollarının uçuşuna uyğun olaraq. Artıq Azal'la uçuş olmayacaq. Bakını seçdiyiniz zaman ola bilər ki, hansısa turlar çıxmaya bilər, çünki sistemdə texniki səbəbdən burada bəzi turlar çıxmır. Ona görə də biz Romanı seçə bilərik. Kalendarda hansı tarixlər oranj rəngdədirsə, o tarixlərdə bu tur var. Misal üçün, mayın 31-i, sonra iyun ayının 7-si və bütün bu tarixlərdə bu tur var. Bu tur yox, yəni turlar var Romadan başlayan. Budapeşt həmçinin 19-u, 21-i. Biz yuxarıdan, burada hal-hazırda, buradan baxmaq nə üçün daha maraqlı və daha yaxşıdır. Çünki siz burada turun adını görürsünüz. Misal üçün, İtaliyanın parlaq ulduzları, qarşısında gün sayını görürsünüz, başladığı şəhər Roma və görürsünüz tarixlər. Siz turun adının üzərinə də basaraq turun proqramını aça bilərsiniz və yaxud da tarixin üzərinə basaraq proqramı aça bilərsiniz. Tarixin üzərinə bastığımız zaman nə üçün yaxşıdır? Çünki ola bilər ki, mart ayında olan turun qiyməti fərqli ola bilər, iyun ayında olan turun qiyməti fərqli ola bilər. Problem yaşamamaq üçün hər dəfə tarixin üzərinə basaraq baxa bilərsiniz. Hər bir turun bizdə nömrəsi var. Olur ki, siz mənə deyə bilərsiniz İtaliyanın parlaq ulduzları və yaxud da deyə bilərsiniz ki, tur SK 126. Mən hər ikisində də anlayacağım ki, siz hansı turu istəyirsiniz. Olur ki, müştəri gəlir, sizin qarşınızda əyləşir və yaxud da sizə yazır internet üzərindən, deyir ki, mənim arzumdur, mən Liechtenstein'i görmək istəyirəm. Siz buradan
bizim hansı ölkələrə turumuz var, şəhər olaraq, ölkə olaraq. Məsəl üçün, Liechtenstein və yaxud da Monaco kiminsə arzusudur, deyir, mənə imенно Monaco olan və Liechtenstein olan turu deyin. Gəlin birini silək, birini saxlayaq Monaco-nu. Baxaq görək bizim Monaco olan turumuz hansıdır. Burada bu 3 Monaco var. Hansı ki siz müştəriyə təqdim edə bilərsiniz. Və yaxud da ola bilər ki, bu İtaliyada ola bilər, bu Macaristan ola bilər. Buradan seçə bilərsiniz. Bu sizin işinizi biraz asanlaşdırır. Ki hansı ölkə lazımdır turistə. Və yaxud da mən dediyim kimi siz sadəcə olaraq ümumi tur siyahısından hansısa turu seçə bilərsiniz. Biz bugün sizinlə Avropa ətrafında 7 gün turu var. Burada 8 gündür. Biz onu əvvəllər 7 gün yazırdıq. İndi bəzi tarixlər var ki, orada 8 gündür, bəzilərində 6 gündür, bəzilərində 7 gündür. Ona görə turun adı qalıb Avropa ətrafında. Bu tur bizdə ən çox satılan turlardan biridir və biz turları 2 yerə bölürük. Koronadan əvvəl, koronadan sonra. Bu koronadan əvvəl də olan turlarımızdan biridir və ən çox satılan turlardan biridir. Biz burada ölkələrin adını görürük. Macaristan, Avstriya, Almaniya, İsveçrə, İtaliya, Sloveniya. Bəzi hallar olur ki, siz sual verə bilərsiniz ki, misal üçün Sloveniya var bu turda. Amma düzdür, bu turda biz Sloveniyanı görürük. Hansısa ölkə ola bilər ki, biz o ölkəni, orada ekskursiya yoxdur. Sadəcə biz qeyd edirik onun üçün ki, biz hardan keçiriksə bizim avtobusumuz, biz onu qeyd eləməliyik qanuna uyğun olaraq. Ona görə də biz burada qeyd edirik. Ola bilər ki, turisti bu qorxulu da ölkə var. Əslində bəzi ölkələr var ki, biz oradan sadəcə tranzit olaraq keçirik. Bu tura aidiyyatı yoxdur, amma burada biz bütün ölkələri görürük. Turun adının üzərinə basırıq burada. Turumuz açılır. Burada ilk öncə turun adı, başladığı ölkə Bakı, 21 Martdadır tur. Burada sizin 2 turistiniz varsa seçirsiniz 2 turist. Əgər 2 turist, bir də 2 böyük, yəni bir uşaq varsa seçirsiniz 2 böyük bir uşaq, avtomatik sistem özü qiymət verir. Və yaxud da sizin bir turistiniz varsa və yaxud da 3, onu da seçə bilərsiniz. Mən sizə bir turist üzərində bunu anlatacağım. Çünki bir turistdə müəyyən məqamlar var ki, bunlara diqqət etmək lazımdır. Çünki turizmə yeni başladığınız zaman bu hər zaman problem yaradır yeni başlayan menecerlərə. Mən burada əsas məqama toxunacağım. 1/2 twin anlayışına turizmdə. Sonra gün sayı 8, ölkələrin adı burada yazılıb. Turun proqramını endirə bilərsiniz. Biz turun proqramını PDF ilə yüklərin üzərinə bastığımız zaman proqram PDF şəklində açılır. Siz bunu yükləyə bilərsiniz. Proqram nə üçün rus dilindədir? Sayt Azərbaycan. Ona görə ki, bizim şirkətimizin yeganə Azərbaycan dilli meneceri mənəm. Ümumiyyətlə, Azərbaycan dilli bizdə heç bir işçi yoxdur. Bizim rəhbərlərimiz 1-2 söz bilir. Tez, gecikməyin, tez gəlin, salam, sağ ol, belə sözlər bilir. Başqa sözlər bilmirlər. Bir də bir söz bilirlər, bayraq. O da bilmirəm nə üçün bilirlər o sözü, kim onlara öyrədir. Burada proqramda siz turistə göndərə bilərsiniz. Turist turla tanış olsun, sizə satmaq daha asan da olsun, turist oxuyur hər bir şeyi. Nə üçün rus dilindədir? Ona görə ki, tur rus dilində həyata keçirilir. Biz Azərbaycan dilində proqramı göndərsək, turistlər düşünər ki, tur Azərbaycan dilində baş tutur. Sonra problem yaranar. Onun üçün də biz rus dilində, yəni turun ana dilində PDF-ləri edirik. Amma siz istəsəniz özünüz saytımızdan kopya edərək, Word-də yükləyərək, Word-dən sonra PDF edərək özünüz edə bilərsiniz tərcümə. Bir çox şirkətlər belə edir ki, turistlər oxuyub başa düşsünlər. Burada günbəgün yazılıb hər bir şey, sonra əlavə ekskursiyalarda yazılıb hər bir şey, bunu turistə göndərə bilərsiniz. Biz geri dönürük bizim proqramımıza. Bizə maraqlıdır ki, bizim bir turistimiz var. Bir də ki, bütün otaq tiplərini görmək istəyirsinizsə, burada 0 yazdığınız halda bütün otaq tipləri çıxır. Buradan da özünüz seçə bilərsiniz. Misal üçün, 3 nəfər pul otaq seçə bilərsiniz və digər. Turizmdə belə bir anlayış var. 1/2 twin. Bu nə deməkdir? Mən buna Azərbaycan dilində şərikli otaq deyirəm. Çünki bir var single otaq, bir nəfər qalır tək, bir də 1/2 twin deyə şərikli otaq. Bunların fərqi odur ki, 2
2 twin otaq tipini bron etdiyiniz zaman sizin turistiniz turda olan digər bir hansısa bir turistlə otağı bölüşür. Xanımlar xanımlarla, bəylər bəylərlə yerləşdirilir. Heç bir halda xanım və bəy bir yerdə yerləşdirilmir, əgər onların buna icazəsi yoxdursa. Ola bilər ki, kimlərsə bron edib xanım, bəy fərqli şirkətlərdən və bunlar bir-birini tanıyır və istəyirlər bir yerdə qalsın. Bunu bizə yaza bilərsiniz, biz edə bilərik öncədən. Bunu hər zaman bir həftə qalmışa qədər edə bilirik. Ondan sonra heç bir dəyişiklik baş verə bilmir. Bir bölünsün 2 twin bron etdiyiniz zaman mütləq müştəriyə bildirin ki, müştəri tək qalmayacaq. Çox vaxt olub ki, mənim praktikamda turizmə yeni başlayan menecerlər bunu deməyiblər və turist sonra tələb edib ki, siz mənə deməmisiniz, mən single otaqda qalmaq istəyirəm və siz məcbur olub öz maaşınızdan həmən turistə single otağa almaq məcburiyyətində qala bilərsiniz. Onlar sizi belə deyək, buna məcbur edə bilər. Burada diqqətli olun. Single otağın qiyməti çox vaxt double otağın qiymətinə bərabərdir. Biraz fərq var, amma demək olar ki, bərabərdir. Sonra double və twin otaqları siz bilirsiniz fərqini. Sonra bizdə var bir böyük, 2 uşaq, 2 böyük, 1 uşaq. Bir də var 2 böyük, 2 uşaq. 2 böyük 2 uşaq düşündüyünüz zaman düşünə bilərsiniz ki, bu bir otaqdır. Bu bir otaqda 4 nəfər qalacaq. Əfsuslar olsun ki, xeyr, qrup turlarında olan otellərdə maksimum oteldə insan sayı 3 nəfərdir. Yəni triple otaqdır. Siz 2 böyük 2 uşaq bron etdiyiniz zaman sizə 2 double otaq veriləcək. Ola bilər siz bizə deyə bilərsiniz ki, bir twin uşaqlar üçün, bir də double valideyn üçün. Biz edirik bunu. Bir də ailələr olduğu zaman biz çalışırıq ki, eyni mərtəbədə və yanbayan otaqlar olsun. Düzdür, biz buna söz verə bilmərik, çünki bu oteldə ola bilər ki, yanbayan otaq ola bilməz. Ən azından bir-birinə yaxın otaqlar olsun və yaxud da üzbəyiz otaqlar olsun. Mütləq eyni mərtəbədə olsun. Buna biz diqqət edirik. 4 nəfərlik otaq amma yoxdur qrup turlarında. Sonra sizin rahatlığınız üçün biz burada ikonkalar etmişik. Görürsünüzmü? Bir yataqda 2 yer. Görürsünüzmü? Bir nəfər. Bu bir bölünsün 2 twindir. Bir yataq 1 nəfər. 2 yataq 2 nəfər. Bu demək 2 nəfər. Bu da sizin daha da rahat görməyinizi və başa düşməyiniz üçündür. Sonra rezerv etmək istəyirsinizsə, rezerv et düyməsini basıb rezerv edə bilərsiniz. Bunu da mən sizə göstərəcəm birazdan. Sizin müştəri yazır sizə Instagramda və yaxud da digər sosial şəbəkələrdə və soruşur ki, mən filan bu turda yer var, yoxsa yoxdur. Siz saytımıza daxil olursunuz, mənə yazmırsınız, məndən soruşmursunuz, özünüz daxil olursunuz, istədiyiniz proqrama afəsini basırsınız, avtobusun maketi açılır. Gördüyünüz kimi bu qırmızı yerlər, bunlar artıq satılmış və bron edilmiş yerlərdir, yəni ödəmə ödənilib. Bunlara ilkin ödəmə və yaxud da tam ödəmə. Yaşıl yerlər isə boş yerlərdir. Seri yerlər çox vaxt məndən soruşurlar, bu yerləri biz pulla ala bilərmi? Bu yerlər satılır mı? Bu yerlər satılmır. Çünki 3 ilə 4-lər rəhbər oturur. Bir də adətən bizdə avtobus 2-3 sürücü olur. Onlar sürdüyü zaman digərləri istirahət edirlər və burada əyləşirlər. Bəzi avtobuslar var ki, orada bu yerlər satılır. 1-2 ödənişli yerlər olur və yaxud da tur zamanı sakit hər hansısa turistlər seçilir, onlar əyləşdirilir. Bu yerlərdə səsli, küylü, telefonla danışan turistlərə icazə verilmir. Çünki burada sürücü oturur. Sürücüyə mane ola bilər. Qəti qadağandır burada. Yəni. Sonra bizdə burada Wizz Air hava yolları ilə bilirsiniz ki, bizim turlarda uçuşlar həyata keçirilir, amma yay aylarında, avqust, iyul aylarında olur ki, Wizz Air hava yollarında biletlər bitir. Siz biletləri digər hava yolları ilə də ala bilərsiniz, amma Wizz Air'in uçuşu ilə üst-üstə düşməlidir və yaxud da turist tez uça bilər, aeroportda 2-3 saat gözləyə bilər, amma gec uça bilməz. Yayda olur ki, gec uçurlar, proqrama uyğun olaraq gəlib tura qoşulurlar sonra. Gec uçuş zamanı transfer xidməti göstərilmir. Avtobus yalnız bir dəfə gəlir aeroporta və turistləri qarşılayır. Ondan sonra da bir dəfə də aeroporta son gün gətirilir. Bizim burada Wizz Air hava yolları uçuşu göstərilib ki, siz biləsiniz hansı hava yollarıdır və uçuş necədir, hansı günlərdədir. Bunun sizin üçün informasiya xarakteri daşıyır. Aviabilet qiymətini sizə indi aşağıda göstərəcəm. Sonra bizim burada düzdür, burada texniki səhv var, belə yazılıb.
bu turda belə bir problem var. Amma aşağıda burada tarix yazılıb. Siz hər zaman məndən də soruşa bilərsiniz ki, bileti düz alıram və yaxud da səhv alıram. Mən sizə bu haqda məlumat verəcəm, təsdiq edəcəm ki, bəli, bilet düzdür, ala bilərsiniz. Bəzi hallar olur ki, turda yer olmur. Sizsiniz, ola bilər ki, kimsə turu iptal edib. Biz hələ burada iptal etməmişik. Siz mənə yaza bilərsiniz. Əgər yer olarsa, mən sizə əlbəttə yer açaram. Siz bron edə bilərsiniz. Turumuzun günləri bir-bir yazılıb. Biz yeganə tur operatorlardan bir saat basaat hər yazmışıq. Bu turlar illərdir. Bizim holding, Sarmate Holding 1998-ci ildən fəaliyyət göstərir turizm sektorunda. Florian Travel şirkəti isə onun tərkibində olan şirkətlərdən biridir. 2011-ci ildə təsis edilib. Və bu turlar öncə Azərbaycanda yox, daha çox Ukrayna, Rusiya, Belarus və digər ölkələrdə xəlbirdən keçirib və Azərbaycanda da artıq uzun illərdir biz fəaliyyət göstəririk. Və burada saat basaat, saniyə basaniyə yazılıb. Düzdür, ola bilər ki, burada gecikmələr ola bilər, yolda hər hansısa bir tıxac ola bilər. Azərbaycanlılara ayaq yoluna icazə verildiyi zaman 20 dəqiqə, 25 dəqiqə, bu 50 dəqiqə çəkir. Onun üçün də Azərbaycanlılar gecikir. Biz buna artıq alışmışıq, bizim rəhbərlərimiz də alışıb. Məsəl üçün, Çinlilərə deyəndə ki, məsəl üçün, 20 dəqiqə, 19-cu dəqiqədə hamısı bir-bir avtobusdadılar. Azərbaycanlılar gecikir, amma bu da problem deyil. Çünki bu onların vaxtından gedir, belə deyək ki. Çünki onlar əgər tez gəlsələr, daha da çox şeylər görərlər. Gün və gün siz oxuya bilərsiniz turun proqramını. Burada kilometrajlar da yazılıb, hər bir şey yazılıb. Bunları mən sizə anlatmayacağım. Gəlin biz bir günü, hansısa bir günü sizə başa salım ki, necə olur. Biz turistləri Florian Travel yazısı əlində olan tablitsa ilə bizim rəhbərimiz qarşılayır. Budapeşt və yaxud da Roma və yaxud da Barcelona aeroportunda, aeroportun içində qarşılanma baş verir, çöldə yox. Belə bir qapı var, hər bir aeroportlarda var. Hansı ki, marketlərdə olan qapılar kimi açılıb bağlanan qapılar, hansı ki, çıxış qapısı adlandırılır. Loru dildə desək, bu çıxış qapılarından çıxan kimi turistlərimiz, biz onları qarşılayırıq. Ola bilər ki, bəzi turistlər çıxıb bizim rəhbərimizi görməyə bilər. Mən hər zaman bunu bildirirəm ki, yeganə Azərbaycanlılar üçün qrup turu edən şirkət bizi, çox vaxtda samolyotun 30%, bəzi hallarda 50-60% bizim turistlərimizdir. Azərbaycanlılar harada toplanırsa, deməli bu Florian Travel'dır. Ola bilər ki, rəhbərin qarşısına hansısa turistlər kəsə bilər. Çünki siz turistlər gəldiyi zaman siyahı var, siyahıda bir-bir gəlib adlarını deməlidirlər ki, rəhbər onların qarşısına qeyd etsin ki, bu turistlər artıq çıxıb, sonra axtarmayaq biz onları. Hamı toplanır, ondan sonra rəhbərimiz hamını aparır, avtobusa əyləşdirir və turumuz başlayır. Turumuz başlayır, mən ilk gündən demirəm, burada gecə uçurlar. Gecə uçurlar, biz onları otelə yerləşdiririk. Bu səhəri günüdür. Biz səhər dururuq, oteldə səhər yeməyi yeyirik. Səhər yeməkləri hər zaman şvedski stoldur, yəni açıq bufedir. Sonra biz Viyanaya səyahət edirik. Viyana üzrə ekskursiya edilir. Ekskursiyalar lisenziyalı rəhbərlər tərəfindən edilir. Avropada hər bir yerindən duran insan ekskursiya edə bilməz. Bu qadağandır, bu cinayət işidir. Buna bəzi ölkələrdə 3 ilə qədər həbs cəzası verilir, bəzi ölkələrdə 3000, 5000 evro cərimə edilir. Düşünə bilərsiniz ki, bu necə olur? Misal üçün, Viyanada bu çox ciddidir. Viyanada rəhbərlər assosiasiyası var və bütün rəhbərlər bir-birini tanıyır. Hər birinin kartı var. Üzərində gəzəndə baxsanız görəcəksiniz, beycikləri var. Hamısının adı yazılıb, lisenziya var, hamısı vergi ödəyir və siz ola bilər ki, şirkət açmışsınız, 15 dənə, 10 dənə turist yığmışsınız və tur etmək xəyalına düşmüşsünüz və gəlmişsiniz Avropaya, Viyanaya ekskursiya edirsiniz, Wikipediyadan oxumusunuz və başlayırsınız danışmağa. Danışırsınız gözəl və rəhbər görür ki, siz bu assosiasiyada olmayan bir insansınız, ümumiyyətlə sizin ixtiyarınız yoxdur ekskursiya etməyə. Sizin heç xəbəriniz olmur. Sırazı onlar əllərində ratsalar da olur, çox telefonları var. Sırazı zəngirlər, turistik polis var. Adətən o Viyananın elə düz mərkəzində gəzirlər. Onların geyimləri biraz polislərdən fərqlidir. Və gəlirlər sırazı sizin belə arxadan götürürlər,
Turistlər qalır elə orada. Siz getdiniz. 3000, 4000 euro ödəyirsiniz. İştirak sizə həmin dəqiqə yox, müəyyən bir proses var, sizi buraxırlar və yaxud da o pul yoxdursa orada qalırsınız. Onun üçün də lisenziyalı rəhbərləridir. Bəzi turlarımız var ki, orada bizim rəhbərlərimizin lisenziyaları var bəzi ölkələrdə. Onları elə qrup turunu idarə edən rəhbər edir. Amma bu bəzi ölkələrdə də, hər ölkəyə aid deyil. Biz Viyanaya gəldik, ekskursiya edildi, lisenziyalı rəhbər maraqlı əhvalatlar danışdı şəhər haqqında və ondan sonra sərbəst vaxt verilir ki, turist həm yemək yesin, həm shopping etsin, kim istəsə muzeyə getsin, öz vaxtından istifadə etsin. Ondan sonra deyilən yerdə, deyilən saatda görüşülür və gedilir tranzit otelə, haradakı turistlər gecələyəcək. Nə üçün bizim turlarımızda tranzit otellərdir? Birincisi turumuz ekonom turdur. İkincisi də tur elə düşünülüb ki, hər gün müəyyən qədər yol gedirsin. Biz əgər bir gün çox yol getsək, bu biraz pisdir. Biz bir günü müəyyən yolu axşam çağı gedirik, müəyyən yolu səhər tezdən gedirik ki, turistə çox da bu gözünə görünməsin və vaxtı itməsin. Otelə gəlirik, hər kəsə bir kartlar və yaxud da açar varsa açarlar verilir, hər kəs gedir oteldə yatır və səhəri gündə eyni vaxtda biz görüşürük, yenə də səhər yeməyimizi yeyirik və tura davam edirik. Otellər haqqında mən sizə danışacağım. Gəlin biz baxaq turumuzda nələr daxildir, nələr daxil deyil. Turumuza daxildir 3-4 ulduz otellərdə gecələmə. Bu da çox vaxt belə böyük bir problem var ki, Azərbaycanlı turistlər düşünür ki, onlar nə vaxtsa Antalyaya endirimlə tur alıblar, 5 ulduz otelə gediblər və yaxud da Dubaya gediblər. Dubayda çünki 5 ulduz otellərin fərqi çoxdur. Biraz orada Avropada bu çox ciddidir. 5 ulduz oteldirsə o 5 ulduzdur. O 3 ulduz olub sonra 5 ulduz, necə deyim, saxta ulduz almayıb. Dubayda elə 5 ulduz var ki, Avropada ona 3 ulduz da verməzlər. Ona görə də onlar düşünürlər ki, Dubaya gediblər, Avropadakı otellərdə belə olmalıdır. Orada həm tapuçka olmalıdır, həm diş şotkası olmalıdır, həm diş pastası olmalıdır, həm hər bir şey olmalıdır. Xeyr, Avropa bilirsiniz ki, ümumiyyətlə Avropa xalqları, bunlar ekonom insanlardır, hər bir qəpiyin qiymətini bilirlər. Onun üçün də Avropa otellərində belə əlavə xidmətlər daha çox 4+5 ulduz otellərdə olur. Bəzi set 4 ulduzlarda da ola bilər, amma tapuçka və xalat bunlar resort tipli otellərdə olur. Əgər oteldə baseyn varsa və yaxud da spa center varsa, bəli, otaqda mütləq olmalıdır. Amma çox otellər, qrup turları üçün nəzərdə tutulan bunlar standart şəhər otelləri olduğu üçün, yəni bed and breakfast turizmdə belə bir anlayış var. Gecələmək və səhər yeməyi. Çünki biz turumuzda otellərdə yalnız gecələyirik, biz orada heç bir əlavə xidmətlərdən istifadə etmirik. Axşam gəlib gecələyirik, səhər yeməyimizi yeyib oteldən çıxırıq. Onun üçün də otellərdə düzdür, bəzilərində var, mən deyə bilmərəm ki, hamısında yoxdur. Bəzilərində var, amma çoxsunda çaynikdir, Azərbaycanlılar çay içməyi xoşlayır. Əgər hansısa turist xoşlayırsa, mütləq özünə çaynik gətirsin. Bəzi otellər olur ki, turist gedib yaxınlaşa bilər resepsiyon çaynik verə bilər. Yəni bunu mütləq turistlərinizə bildirin ki, Türkiyə və Dubay otelləri ilə və yaxud Doha otelləri ilə Avropanı qarşılaşdırması tam fərqli bir səviyyə, tam fərqli bir otellərdir. Yəni nə istəyirlərsə özləri ilə gətirə bilərlər. Qidalanma, səhər yeməyi açıq bufetdir. Amma öncədən bildirirəm ki, İtaliya, İspaniya, Fransa bu ölkələrdə səhər yeməklərində hər zaman problem olur. Nə üçün bu belədir? Belə bir anlayış var. Fransızların səhər yeməyi, bu fransızlar üçün belə deyək ki, çox önəmli bir şey var. Kruasan və kofe. Fransız otelləri də bundan istifadə edərək bildirirlər ki, bu bizim tradisiyamızdır, bu bizim mədəniyyətimizdir. Ona görə də biz səhər yeməyində kruasan, fərqli kruasanlar və kofe təqdim edirik sizə. Siz özünüzü əsl fransız kimi hiss edin. Əslində bu belə deyil. Fransızlar səhər yeməyinə həm bekon yeyirlər, həm sasika yeyirlər. Sadəcə istifadə edirlər. Və yaxud da İtaliya otelləri. Bunlar da istifadə edirlər bu sözdən ki, dolce vita, şirin həyat. İtalyanların belə bir anlayışı var. Bunlar deyir ki, İtalyanlar keks yeyir səhər, daha çox şirniyyat yeyir və cappuccino içir. Ona görə də İtalyan otellərində də səhər yeməkləri zəifdir. Biz hər zaman bunları turistlərimizə bildiririk. Öncədən onları hazırlayırıq buna. Bu demək deyil ki, İtaliyada bütün otellər də zəifdir. Bəzi otellər var ki, bundan sui-istifadə edir və belə səhər yeməkləri təqdim edir.
Amma Almaniya arasında, İspaniya arasında, İspaniyanın düzü bəzi otellərində zəifdir, bəzilərində normaldır. Məsəl üçün Macaristanda, Çexiyada, burada səhər yeməkləri tam standart qayda. Polşada, Avstriyada səhər yeməkləri daha bizə uyğun səhər yeməkləridir. Proqram üzrə nəqliyyat qiymətə daxildir. Florian Travel şirkətinin yəni bizim holdingimizə daxil olan şirkətin Həzjet adlı transport şirkəti var, hansı ki biz avtobusların sahibiyik və öz avtobuslarımızla qrup turlarını həyata keçiririk. Avtobus turistlərimiz dəyişmir heç bir zaman, onlar heç bir taksi, heç bir metroya minmirlər, yalnız İtaliya turlarından başqa. Bunu mən sizə indi anlatacağım. Sonra rus dilli bələdçi hansı ki onları qarşılayır ilk gün, bütün tur boyu onları idarə edir, onlarla eyni oteldə qalır, onlarla eyni yolu gedir və eyni zamanda da hər bir şəhərin öz lisenziyalı rəhbəri var ki, hansı ki o ekskursiyalar edir. Bir də ekskursiyalar qiymətə daxildir. Bunlar nədir? Yəni bizim konkurentlərimiz var, yəqin bəziləriniz bilərsiniz ki, onların turunda heç bir ekskursiya qiymətə daxil deyil. Amma bizim turlarımızda bir çox ekskursiyalar daxildir, panoramik ekskursiyalar. Bəziləri də var ki, onlar əlavə ödənişləndir. Qiymətə daxil deyil, aviabilet, əlavə ödənişli turlar, hansı ki, turun sonunda burada yazılıb qiymətləri, misal üçün, Koma gölünə səyahət. Kim Koma gölünə gedirsə, yəni ödəmə edirsə gedir, bunlar könüllüdür. Kim ödəmirsə Milan şəhərində qalır, gəzir özü üçün, sonra biz gəlib onları götürüb yolumuza davam edirik. Sonra qiymətə daxil deyil, viza rüsumu, sonra viza mərkəzinin rüsumu, sığorta onlar daxil deyil, checkpoint daxil deyil. Bu ayaq bastı, torpaq bastı vergisidir. Avropada iki cür vergi var, şəhər və ayaq bastı, torpaq bastı vergisidir. Bunlar mütləq ödənməlidir və nəğd şəkildə yerində ödənilir, kartla ödənilirsə öncədən ödənilir. Sonra aviabilet də Vizer hava yolları ilə alınır, mütləq Vizer hava yolları ilə alınmalıdır. Sonra bizim turumuzda olan otelləri siz görə bilərsiniz. Bir-bir hamısının adları yazılır. Bu turda 3 ulduzlu, sonra 4 ulduz və 2-4 ulduzlu, digərləri 3 ulduzlu otellərdir. Ümumi bəzi məlumatlar verim ki, turlarda siz düşünə bilərsiniz ki, tur Macaristanda başlayır, Budapeştdən. Amma bəzən olur ki, mənə yazılar ki, Abbas bəy Macaristandan görüş günü götürmüşük, bizə sənədləri göndərin. Xeyr, bu belə deyil. Hər bir turun qanuna uyğun olaraq viza müraciət etmək üçün səfirliyi var. Şengen qanunlarına əsasən hansı ölkədə gecə sayı çoxdursa, o ölkənin vizası açılır. Bu tur yeganə turdur ki, burada iki ölkənin vizası açıla bilər. Bu nə üçün belədir? Biz burada baxsaq görərik ki, Macaristan, əslində burada 3 ölkədir, Macaristana da açmaq olar. Prosta Macaristan biraz qəliz olduğu üçün biz onu yazmamışıq. Győr Macaristan ərazisində olan şəhərdir, Rosenheim Almaniyadır, Lindau Almaniyadır, Milan İtaliyadır, Mestre İtaliyadır, Sloveniya Ljubljana, bir də Budapeşt. Burada Budapeşt, Macaristanda 2 gecə, Almaniyada 2 gecə, İtaliyada 2 gecə. Biz burada siz bizə deyə bilərsiniz ki, mən Almaniyaya müraciət etmək istəyirəm. Biz burada bir gecə Almaniyanı artırıb sizə Alman sənədi veririk və yaxud da siz bizə bildirirsiniz ki, biz İtaliya səfirinə müraciət etmək istəyirik. Biz burada bir gecə İtaliya artırıb sizə İtaliya uyğun olaraq sənəd göndəririk. Bu məhz bu tura aiddir. Digər turlarda Fransadırsa Fransa, İtaliyadırsa İtaliyadır. Bu turda sadəcə belə bir özəlliyi var. Kim hansı səfirliyə istəyirsə, iki səfirlikdən o səfirliyə də müraciət edə bilər. Əgər siz Macaristana görüş günü götürürsünüzsə və yaxud da Fransaya götürürsünüzsə bu tura, özünüz viza dəstəyi edə bilərsiniz, turistə viza aça bilərsiniz. Bunun heç bir problemi yoxdur. Biz sadəcə sizə sənəd göndərməyəcəyik. Göndərərək sizə də bu əlavə ödənişli olacaq. Avropada son illər uşaq yaşı azaldıqca azalır. Avropalılar mənə elə gəlir uşağa qarşıdır artıq. Ona görə də əvvəllər uşaq yaşı 14-15 olurdusa, indi isə artıq 10 yaşa enib. Bizim şirkətimizdə 11.99-12 olaraq qalıb illərdir. Yəni 12 yaşdan yuxarıdırsa bu artıq uşaq sayılmır, böyük sayılır. 3 yaşına qədər olan uşaqlar tura qəbul edilmir. Çünki turda digər insanların komfortunu pozur. Bir də belə ailələrə qrup turuna gedəndə bəzi hallarda hətta viza vermir konsul. Çünki qrup turunda çox insanlar var. Bu uşaq üçün, uşağın immuniteti üçün, yeni doğulmuş uşaqlar üçün çox təhlükəlidir.
Sonra ola bilər ki, məsələn, sizdə bir böyük var, bir uşaq var. Deyirsiniz, Abbas bəy, bu hansı tip qiymətdir? Hansı tip otaqda? Avropada bir üstəgəl bir olduğu halda otellər bizə endirim etmir. Çünki orada 2 yataq var. O yataqda uşaq yoxsa böyük yatacaq, otelə heç bir fərqi yoxdur. Onun üçün də bu double otaq sayılır. Uşaq qiyməti yalnız o halda hesablanır ki, double plus child olduğu zaman bizdə yuxarıda belə bir qiymət var. Mən sizə göstəreyim. Double plus child qiyməti var avtomatik. Bir də uşaq bu halda hesablanır ki, bir böyük 2 uşaq olanda və yaxud da 2 böyük 2 uşaq olanda hesablanır. Sonra bəzi müştərilər düşünür ki, əgər onlar qrup turu alıblarsa, qrup turunda rəhbər varsa və nəqliyyat varsa, deməli 24 saat bu nəqliyyat, bu rəhbər bunları aparıb istədiyi yerləri gəzdirəcək. Xeyr, bu belə deyil. Hər kəsin sərbəst vaxtı olmalıdır. Həm sürücülərin qanuna uyğun olaraq sərbəst vaxtı var. Onlar sərbəst vaxtı gedib özləri istirahət edirlər. Həm bu qanuna görə belədir, həm də onlar istirahət etməlidirlər. Həmçində rəhbər, yəni sərbəst vaxt zamanı rəhbər gedir, o da istirahət edir. Çünki turda çox insan var, rəhbərlər də insan da yorulur. Onun üçün də yəni turist tələb etməməlidir ki, mənə sərbəst vaxtda gəzdirmədilər. O sərbəst vaxt verilir ki, turist özü istədiyi vaxtını özü istədiyi kimi keçirsin. Bəzi hallar ola bilər ki, mən turizmdə 15 ildir fəaliyyət göstərirəm. Belə fövqəladə hallar yalnız korona vaxtı olub, ondan belə heç vaxt olmayıb. Fövqəladə hallar vaxtı biz ekskursiyaları dəyişə bilərik, ləğv eləyə bilərik. Belə hallar baş verməyib. Amma biz bunu qeyd edirik qanuna uyğun olaraq. Şəhər vergisi və city tax və checkpoint mən sizə bildirdim. Ödəmə və iptal şərtlərini sizə anlattım. Bizim şirkətimizin ödəmə və iptal şərtləri artıq çox uzun illərdir dəyişmir. Bəlkə də 10 ildən çoxdur. Düzdür, ola bilər ki, bu yaxınlarda dəyişə bilər. Bizdə ilkin ödəmə 30 evrodur bir nəfər üçün. Bu məbləğ heç bir halda geri qaytarılmır. 3 gün sizə vaxt verilir ki, ödəmə edəsiniz. Çox üzr istəyirəm. Mən bir dənə su götürüm, gəlirəm bircə saniyə. Çox danışdım, boğazım qurudu. 30 evro ilkin ödəmədir. 3 gün sizə vaxt verilir ki, siz ilkin ödəmə edəsiniz ki, turunuz təsdiq olunsun. Əks halda turunuz iptal ediləcək avtomatik olaraq. Tam ödəmə isə turun başlanmasına 14 gün qalmış ödənilir. Mütləq siz, əgər sizin turistləriniz tura qoşulmursa, biri xəstələnə bilər, müəyyən məsələlər ola bilər ki, şəxsi məsələlər və yaxud da imtina ala bilər vizadan və yaxud da digər məsələlər. Bu halda mütləq bizə bildirməlisiniz. Çünki siz düşünürsünüz ki, bunu biz bilirik, amma yox, biz bunu bilmirik. Siz bizə mütləq bildirməlisiniz ki, siz cərimə olunmayasınız. Çünki 14 gündən əgər sonra bunları bizə bildirirsinizsə, siz avtomatik olaraq cərimə olunursunuz. Cərimə bizdə düzdür, biz hər zaman partnyorlarımızı incitmirik, onlara daha yumşaq yanaşırıq, onlara kömək etməyə çalışırıq. Əgər şirkətimiz otellərə artıq ödəyibsə, yəni şirkətə dəyilmiş zərər mütləq ödənməlidir. Əks halda məhkəməyə verilir, məhkəmə yolu ilə bu həll edilir. Onun üçün də buna diqqət edin. Hər zaman bizim qanunlarımız çox yumşaqdır, amma bəzən olur ki, müəyyən şirkətlər bundan sui-istifadə edirlər və yaxud da unudurlar. Sonra, əgər hər hansısa bir sualınız varsa, sizi maraqlandıran məsələlər varsa, bunları yönləndirə bilərsiniz. Bizim şirkətimizdə siz yalnız qrup turları yox, eyni zamanda turizmə aid, Avropaya aid bütün xidmətləri əldə edə bilərsiniz. Bunlar nələrdir? Otellərdir. Ola bilər ki, sizin turistiniz individual gedir, deyir, mən istəyirəm, məni rəhbər gəzdirsin, bu da problem deyil, bizdən bunu əldə edə bilərsiniz. Villalar var, bizim şirkətimizin digər saytı var, luxfloriantravel.com. Siz bizdən özəl, privat villalar, ümumiyyətlə bizim privat turizm şöbəmiz var, hansı ki, lüks segmentə xidmət göstərir və özəl villalar, özəl nə istəsəniz, özəl aşbaz və digər xidmətlər, özəl vertolyot, özəl samolyot istəyirsinizsə sifariş etmək, hər birini edə bilər. Çünki bəzi müştərilər var ki, onlar otellərdə qalmaq istəmirlər,
və onlar istəyirlər ki, özəl şəkildə onlara xidmət göstərilsin. 24 saat konsiyerj xidməti də ola bilər və yaxud da ola bilər ki, siz hansısa направление haqqında məlumatınız yoxdur. Bunu da Avropada, yəni nəzərdə tuturam. Bunu məndən soruşa bilərsiniz. Mən sizə bu haqqda məlumat verə bilərəm. Mən sizə bayaq dedim ki, bizim avtobusda, turlarımızda biz avtobus, metro, qatar, belə bir şeylər dəyişmirik. Turist hər zaman bir avtobusla hərəkət edir. Adətən biz deyirik ki, avtobus sizin ikinci evinizdir, otel sizin birinci evinizdir tur zamanı. Amma İtaliya turlarında, Florensiya şəhərində, Roma şəhərində belə bir qanun var ki, turistik avtobuslar şəhərə girməsi qadağandır. Siz İtaliyada çox turist olduğu üçün, dünyanın ən çox turist gələn ölkələrindən biri olduğu üçün bütün avtobuslar əgər şəhərə daxil olarsa, bu həm tıxaca səbəb olur, həm parkovkalara, yəni o qədər parkovka yoxdur avtobus üçün və bu çox böyük problemlər yaradır. Onun üçün də qəti qadağandır. Düzdür, bəzi avtobuslar var ki, hansı ki onlar Vatikan tərəfindən onlara verilib sertifikat, onlara icazə verilir. Bunlar çox azdır, amma əksəriyyət avtobuslara qadağandır. Çünki bəzi şirkətlər var ki, onlar İtalyan şirkətidir və Vatikan tərəfindən onlara icazə verilib. Yalnız Vatikana icazə verilir. Amma hansı şirkətlər ki, xarici şirkətlərdir və yaxud da sıradan İtaliya şirkətidir, onlara icazə verilmir və bu halda biz, bu burada da yazılıb, Roma və Florensiya şəhərində ictimai nəqliyyat qiymətə daxil deyil və turist tərəfindən ödənilir. Bu necə baş verir? Romada biz dövlət tərəfindən icazə verilən belə bir halqa var da şəhərin ətrafında. Həmin halqaya yaxınlaşırıq. Orada adətən metro da var, avtobus da var. Hamı avtobusu tərk edir. Düzdür, istədiyi əşyalarını avtobusda qoya bilərlər. Çünki avtobus daim onlarındır. Yəni onlar bir avtobusla hərəkət edirlər və rəhbərlə enirlər ya metroya ya da avtobus sıradan ictimai nəqliyyata minirlər. Adətən bunun qiyməti 2 euro, 2 euro 50 sent olur və turist özü ödəyir bunu. Rəhbər toplayır hamıdan, biletləri alır və belə hərəkət edirlər şəhərə. Bəzi ekskursiyalar var ki, hansı ki, bəzi şəhərlər var ki, ora ümumiyyətlə avtobusla getmək mümkün deyil. Məsəl üçün Portofino şəhəri, digər şəhərlər var ki, bu artıq, necə deyim, bizim qanunumuz deyil, oraya su yolu ilə biz hərəkət edirik gəmi vasitəsilə və yaxud da ki, ictimai tramvaylarla və digərlər. Bu, adətən İtaliya ərazisində belədir. Digər ölkələrdə belə bir hallar baş vermir. Sizin hər hansı bir sualınız varsa, mənə yönləndirə bilərsiniz, mən sizə cavablandıra bilərəm. Deyəsən sualı olan yoxdur, hə? Bir də nəzərinizə çatdırın. Buyurun, siz verin, sonra mən deyərəm. Siz deyin, tamamlayın, sonra mən suallar səsləndirəm. Bir də ödəmə necə baş verir? Ödəmə bizdə link vasitəsilə həyata keçirilir. Siz bron edirsiniz, bizə yazırsınız ki, link tərtib edin ilkin ödəmə üçün. Biz link tərtib edib sizə yönləndiririk və siz ödəyirsiniz faizsiz. Gözəl. Deməli, Ginza Travel'ın bir sualı var. Bəli, buyurun. Fəridə Zeynalova deyir ki, o qədər hər şeyi açıq, aydın danışırsınız ki, suallar yaranmır. Deməli, mən belə bir sual səsləndirmək istəyərəm ki, əksərən ya bu sahəyə yeni başlayan tələbələr üçün və yaxud da ki, lap belə uzun müddət bu sahədə çalışıb bəlkə də az ola bilər bu, amma bəlkə də sizi tanımayan şirkətlər üçün nəqliyyatın komfortu çox önəmlidir. Bəlkə sizin əlinizdə elə bir materiallar varmı? Biz dedik ki, bu nəqliyyat turistin ikinci evidir. Oteldən sonra daha çox vaxt nəqliyyatda keçirirlər bu cür qrup turlarında. Daxili içəridən görüntüsü, hər hansı nəqliyyat barəsində vermək istədiyiniz məlumat var. Sırf avtobusu nəzərdə tuturan, hansından ki, hərəkət edəcək turistlər. Bəli, bu sualı tez-tez mənə yönləndirirlər ki, avtobus necə olur? Mən bildirirəm ki, dünyada ümumiyyətlə avtobus istehsal edən bir neçə şirkət var. Bu çox geniş, necə deyim,
nəqliyyat vasitəsi deyil də, bunu çox az şirkətlər edir və Avropada istifadə olunan avtobuslar birinci, ikinci tip ölkələrə, sonra üçüncü tip ölkələrə, sonra da Afrikaya göndərilir. Ona görə də Avropa birinci istifadə edir avtobusları, ən yenisini. Ona görə də avtobuslarımız bizim yeni avtobuslardır. Yəni bizdə Avropada müəyyən il var, hansı ki ondan sonra avtobusları istifadə etmək olmaz. Onlar sonra o avtobuslar göndərilir digər ölkələrə, hansı ki orada icazə verilir. Sonra da belə davam edə ondan sonra avtobuslar çıxır. Onun üçün də avtobusun içində bir də soruşurlar, ayaq yolu varmı? Xeyr, ayaq yolu var, amma o fəaliyyət göstərmir. Ona görə ki biz reys avtobusu deyilik, biz turizm avtobusuyuq. Onun üçün də biz hər 2 saatdan bir yanacaq doldurma məntəqələrində dayanırıq. Avropada olan yanacaq doldurma məntəqələri Azərbaycan kimi deyil. Onların içində hər bir şey var. Restorandan tutmuş otelə kimi, yəni turist istəsə orada yemək yeyə bilər, istəsə kofe içə bilər, istəsə ayaq yoluna gedə bilər, nə istəsə orada var, istəsə suvenir ala bilər, hansı ki almayıb şəhərdə, hər bir şey var. Avropada bu çox yaxşıdır. Bir də avtobus, necə deyim, avtobuslar standart avtobuslar olur, amma düzdür, müəyyən avtobuslar var ki, onlar VIP təbəqə üçün nəzərdə tutulub, bizdə o avtobuslardan deyil, müəyyən məsələn Mercedes-in avtobusları var ki, hansı ki sidyenaları genişdir, bizdə belə deyil, bizdə standart avtobusdur, hansı ki bunun, yəni avtobusların çox da fərqi yoxdur, bütün dünyada onlar eynidir. Video var, hansı ki qrupumuzda biz paylaşmışdıq dünən. Orada baxa bilərlər, bu tur zamanı çəkilib video, hansı ki orada tam başdan, yəni qarşılamadan tam sona qədər otel, avtobusun içi hər bir şey göstərilib. 3 dəqiqəlik videodur. Sizin elə mən həmin videonu görmüşdüm, ondan bağlı istədim ki, biraz da detallı məlumat verəsiniz. Bir də siz təlim bitdikdən, webinar bitdikdən sonra istəsəz əgər qrupumuzda sizin qrupunuza olan keçid linkini paylaşarsınız ki, endirimləriniz barəsində tələbələrin məlumatı olsun, yeni istiqamətlər, turlar barəsində hamısında informasiyalar orada paylaşılır. Bəli, mən paylaşarım. Sonra növbəti sualı yenə mən səsləndirmək istəyərəm. Əslində bu sualların hamısının mən cavabını bilirəm, amma ümumilikdə əksəriyyətə maraqlı olan suallardır. Siz dediniz ki, ekskursiyaların bəziləri ödənişlidir və həmin ekskursiyalara kim istəsə turdan qoşula bilir, kim istəsə imtina edə bilir. Adətən yeni başlayan əməkdaşlara bizim ofisdə də bu maraqlı olur ki, yaxşı, əgər kiməsə bu ekskursiyada iştirakıya maraqlı deyil, ya büdcəsinə uyğun deyilsə, onları harda şəhərə sərbəst vaxt verilir, buraxılır və harda yenidən onları geri götürürlər. Bu sıxıcı ünvan olmurmu? Bu maraqlıdır. Əslində yox. Biz, misal üçün bizim konkurent digər bir şirkətimiz var ki, hansı ki Azərbaycan bizlərine daxil olur, öz turları ilə və satmaq istəyir. Onların bizim fərqimiz odur ki, bizdə ekskursiyaların 30 evro olan ekskursiya, onlarda 60-80 evrodur. Biz ekskursiyaları adətən çox minimal profitlə edirik, çox minimal. Bəzilərində heç biz pul qazanmırıq. O müəyyən say var, o yığılırsa gedir, orada heç bir qazanc əldə olunmur. Onun üçün də turistlər adətən tura qoşulurlar. Çünki özləri geçsələr ondan bahadır. Olub ki, bizdə keçən il 2 turisti xanım Koma gölünə dedilər ki, sizdə bahadır, biz özümüz getmək istəyirik. Qatarın qiyməti filan qiymətdir, biz özümüz gedib gəzəcək. Biz deyib, pajausta, gedib gəzmək istəyirsiniz, gəzin. Onlar getdilər, onlar heç Komonu görməyiblər, çünki o qatara minib gedib çatana kimi sonra elə təsindən geri qayıdıblar, sonra gecikiblər də qrup onları gözləyib, ona görə də bu biraz çətindir. Və onların daha da çox pulu çıxıb, taksiyə də miniblər, nəsə olub və 2 qat artıq, 3 qat artıq pulu çıxıb. Adətən belə hallar kim ki getmir, bunu tur zamanı rəhbər idarə etdiyi üçün rəhbər onları hardasa ümumi danışığa uyğun olaraq qoyur, şəhərin mərkəzidir. Düzdür, ola bilər ki, adam deyir ki, mənə aparım filan muzeyin qabağında düşünün. Xeyr, belə bir şey yoxdur. Əl çatılan yerdə, yəni mərkəzə və yaxud da mərkəzə yaxın metronun yanında düşür turistlər və özləri hərəkət edib gəzə bilirlər. Gözəl. Bir də bu yaxınlarda tələbələrimizdən biri uşaq sizlə əməkdaşlığa başlayıb və sizin turlarınızla bağlı dedi ki, biraz Florian Travel'da gözləmədə problem olur. Qarşılama zamanı cəmi yarım saat vaxt verirlər. Burada hansısa bir güzəştə gedilirmi? Reysin gecikməsi arasında qarşılama transferini nəzərdə tutdular. Biz əslində qarşılaşmamışıq belə problemlə.
Yox, bilirsinizmi necədir? Biz saytımızda yazırıq, misal üçün reys uçur 0100-da. Bizim saytımızda da yazılıb, misal üçün 0200 və ya da 0300-da qarşılama. Turistlər deyir ki, reys 1-də uçur. Siz niyə ora 2-3 yazmısınız? Çünki turistlərin çıxması 2 saat vaxt aparır. Çünki turist çoxdur. Onların bagajının alınması, bəzi turistlər olur ki, onları yoxlayırlar viza üçün, vizalarını daha ətraflı. Biz adətən Wizz Air hava yollarına uçduğu üçün turistlərimiz, biz sonuncu turistə qədər gözləyirik. Çünki samolyotun zaten 30%, 40%, 50% və ya da 60% bizim turistimizdir. Sonuncu çıxana qədər biz gözləyirik, hamı minir avtobusa, ondan sonra gedir. Yəni bizdə olmayıb ki, biz hansısa turisti aeroportda qoyaq gedək. Əgər hər hansısa bir turist geç gəlirsə, biz turistin nömrəsi hansı ki, siz bron zamanı bizim saytımızda qeyd etməlisiniz. Öz nömrənizi qeyd etməyin. Əgər belə bir hal olursa, biz turistlə əlaqə saxlayırıq. Turistin nömrəsi yoxsa şirkətlə əlaqə saxlayırıq ki, turist uçub uçmayıb. Olur ki, turist uçmayıb. Reys çox vaxt elə saatdadır ki, siz o saatda yatırsınız, geç saatdır. Siz bilmirsiniz, turist uçub, yoxsa bir də bəzi hallar olur ki, turist yazır, amma menecer görməyib bunu. Çünki... Əlbəttə, əlaqə kəsilməməlidir. Bəli. Amma biz heç vaxt olmayıb. Hətta bizim turumuzda elə insanlar olur ki, şəhərdə itən olur və yaxud da bəzi hallar olur. Onları da gözləyir hər zaman. Çünki biz turisti qoyub gedə bilmərik. Bu mümkün deyil. Gözəl. Sonra deməli, belə bir suallar daxil olub. Ginza Travel qeyd edir ki, VIP dediyiniz xidmətiniz var. Onun saytı varsa paylaşa bilərsiniz. Saytda əslində onlar heç bir şey görməyəcəklər. Sadəcə orada bizim villalarımız var. Hansı ki onları sizin öz zaprosunuz olan zaman, istəyiniz olan zaman bizə bildirirsiniz. Biz onu aprobat eləyirik, yəni işləyirik. Ondan sonra sizə cavab veririk. Hansı ki o cavabda biz sizə link göndəririk. Misal istədiyiniz o villanın və yaxud da otelin həmən sayt vasitəsilə göndəririk. Belə o saytda yəni hər hansı bir məlumat əldə edə bilməyəcəksiniz. O sayt daha çox zapros işləndikdən sonra göndərilir. Sonra belə bir sual daxil olub ki, sizinlə hansı şərtlərdə işləmək mümkündür? Depozit, faiz, bonus, bunlarla bağlı. Depozit bizdə adətən bəzi şirkətlər var ki, onlar bildirirlər ki, bizim bilirsiniz ki, turlarımızda yerlər tez bitir. Bildirirlər ki, olarmı ki, biz sizin turunuzda hər bəzi turlarda 10 yer alaq, hansı ki, bizə aid olacaq, biz satacaq. Əlbəttə ola bilər, siz o zaman depozit bizim şirkətimizə ödəyirsiniz. Sizə istədiyiniz, dediyiniz turlarda neçə yer istəyirsinizsə, sizin üçün ekskluziv olaraq saxlanılır və onun da öz qaydaları var, neçə gün qalmış deyilməlidir və yaxud da digər məsələlər var. Sıradan yəni bütün şirkətlər işləyir. Turist gedənə qədər 14 gün qalmışa qədər ödəmə etməlisiniz. Bəzi şirkətlər ola bilər ki, onların depoziti olur. Onlar bizdən rezerv etdiyi zaman həmən depozitdən onların belə deyək ki, ödənişləri çıxılır. Ancaq yəqin böyük ehtimal nəzərdə tutulur ki, bəzi tur operatorlar əməkdaşlığa başlamaq üçün şirkətlərdən depozit tələb edir. Sizdə belə bir tələb yoxdur. Yox, bizdə tələb yoxdur. Biz Avropa şirkətiyik, tam şəffaf, tam hamı üçün eynidir. Soruşa bilərsiniz ki, kimlərsə komissiya çox ala bilər, kimlərsə yox. Az. Xeyr, bizdə birinci yerə çıxan şirkət də eyni komissiyanı alır. O 10 ildə birinci yerə çıxsa eyni komissiyanı alacaq. Yəni bizim üçün fərqi yoxdur. Çox satış edən, az satış edən şirkətin. Düzdür, çox satış edən şirkətlər Infotur kimi turlarımızda ödənişsiz iştirak qazanır. İlk 3-cü yerə çıxan şirkətlərimiz bu il faiz əldə edəcəklər, əlavə bonuslar əldə edəcəklər. Bunlar var, amma bu hamıya şamil edilmir və bu yeni qanunda. Əvvəlki illərdə hər zaman eynidir. Çünki az satış edən şirkət də eyni vaxtı xərcləyir. Çox satış edən şirkət də bir turu satmaq üçün eyni, belə deyək ki, enerjini, eyni vaxtı xərcləyir. Bəli, düzdür. Daha sonra bir nəfər Zəhra Əliyeva qeyd edir ki, bizim isə müştərimizə o qədər özənlə diqqət elədi. Abbas bəy ən kiçik ayrıntıya qədər özü maraqlanır. Sizə təşəkkür mesajıdır bu. Təşəkkür edirəm. Daha sonra Samirə Sultanlı qeyd edir ki, 2 vergi ilə bağlı bilmək istəyirəm. Vergilər hər şəhərdə olacaq. Şəhər vergisi və ayaq bastı nəzərdə tuturam.
Yox, vergilər yalnız bir dəfə ödənilir. Əvvəllər bir 10 il bundan qabaq, 10 ildən çox vergiləri turistlər gəlirdi, oteldə ödəyirdilər. 2 evro elə otel var, 3 evro, 2 evro 50 sent. Hər aldığınız kateqoriyasına görə dəyişir. Bəli, dəyişir, amma təsəvvür edin gecə saat 23:00 resepsiyonda yorğun resepsiyonist, turistlər gəlir, onlar da yorğun. Hamı da Azərbaycandan o vaxtda 500 evro ilə gəlirdilər. Az məbləğdə, az 100 evro ilə gəlmirdi, nədənsə 500. Və resepsiyonda da zdaçı yoxdur. İndi gəl hamıya zdaçı tap ver. Biz ondan sonra bu qanunu dəyişdik. Artıq biz özümüz toplayırıq bu məbləği və özümüz ödəyirik. Keçən il misal üçün belə bir problem var idi ki, checkpoint çox bahalaşmışdı. Biz müəyyən hissəsini özümüz ödədik, çünki biz bunu dəyişə bilməzdik, biz artıq dərc etmişdik. Bu il yenə də bahalaşdı, artıq checkpoint 36 evrodur, 30 evro deyil. Düzdür, checkpoint'un müəyyən hissəsini biz ödəyirik, yenə də o bahadır. Amma müəyyən hissəsini turist ödəyir. Sonra city tax həmçinin olur ki, bahalaşır il boyu, müəyyən əgər orada hansısa məbləğ çatmırsa, onu biz ödəyirik, çünki artıq dərc etmişik. Aydındır. Başqa sual səsləndirən hələ ki yoxdur. Abbas bəy, deyirəm, bəlkə biz sizlə danışmışdıq ki, bizim təlim mərkəzinin tələbələri sizlə əməkdaşlıq edirlər. Artıq sizin şirkətin üzərindən rezervlər keçməyə başlayırlar və demişdiniz ki, bir nəfər ən aktiv, ən çox zəhmət çəkən tələbəmizə sizin sürpriziniz olacaq. Peki onu səsləndirək. Bilirsiniz, niyə görə xanım bu xanım məhz seçilib? Düzdür, mən xanımı tanımıram. Sizdə təlim keçdiyim zaman xanım gəlmişdi, biz orada tanış olduq. Mən tanıyıram xanımı. Orada biz tanış olduq, xanımla bir dəfə görmüşük. Sadəcə son illər turizmə gələn menecerlərin çoxusu biraz qorxurlar. Mən sizə, siz yeni bu sferaya addım atırsınız. Mənim sizə bir dənə yeganə məsləhətim olar ki, heç bir zaman təkcə turizmdə yox, istənilən sektorda heç bir zaman içinizdə heç bir qorxu, heç bir samneniya rus dilində olmamalıdır. Çünki siz qorxu olduğu yerdə inkişaf olmur. Siz hər zaman turistdə o qorxusuz, və yaxud da partnyorla da bəzi yeni menecerlər var ki, onlar mənə sual verməyə qorxurlar. Əslində sual verməlidirlər ki, mən ona cavab verim və həmən menecer tam şəkildə, aydın şəkildə turu başa düşsün, turistlə problem yaşamasın, sonra bizlə də problem yaşamasın və bu belə olmalıdır. Onun üçün də siz heç bir zaman qorxmayın, həm tur operatordan, həm yəni istədiyiniz sualı verin, həm turistə istədiyiniz sualı verin ki, inkişaf olsun. Bu xanım isə turizmə yeni başlayıb, bizimlə çox necə deyim, əməkdaşlıq edir, bizə həm bronlar edir, həm də bizim müəyyən aksiyalarımız olub ki, xanım orada çox yaxşı iştirak edib, heç bir zamanda qazanmayıb. Hər zamanda xanım o qədər ürəkdən istəyib ki, o aksiyalarda qazansın, amma qazana bilməyib. Ona görə biz qərara verdik ki, ilin yeni, ən aktiv nominasiyasında xanıma 100 euroluq sertifikat verək. Bizim digər növbəti brolarında bundan istifadə edə bilər. Bu xanımın adı Zəhra xanımdır, Əliyeva Zəhra, First Flight Travel şirkətindən. Zəhra xanım, təbrik edirik sizi. Çox sağ olun, minnətdaram, çox sevindim. Abbas bəy sizə çox təşəkkür edirəm. Bir də bizim loteriyamız var idi, gəlin bunu edək. Loteriyada 150 euroluq sertifikat verilir. Bu sertifikatdan qrup turları, buranın etdiyi, yalnız qrup turları, buranın etdiyi zaman istifadə edə bilərsiniz. Sertifikat 1 il etibarlıdır. Mən indi sual təqdim edəcəm. Suala harada cavab versinlər? Webinar səhifəsində yoxsa burada? Məncə WhatsApp-da hər kəsə qabaqcadan şərt olaraq elan eləmişdik deyə daha rahat olacaq. WhatsApp qrupu hazırda hər kəsdə açıq olsun. Webinar qrupundan gedir söhbət. Çox cüzi vaxt verək və sonra siz sualı səsləndirin. İlk doğru cavab. Qrupda ilk doğru cavabı kim səsləndirəcəksə, həmin Abbas bəyin qeyd elədiyi 150 euroluq hədiyyə voucheri ona hədiyyə olunacaq. Bəli. Mənim sualım belədir ki, 2025-ci ildə Florian Travel hansı və neçə aeroportda turistləri qarşılayıb? Webinar qrupunda gözləyirik cavabları.
Bəli, Aygün Əliyeva adlı bizim. Düzdür, burada biraz problem yarandı ki, mən dedim hansı. Yenə də Aygün Əliyeva həm 3 yazdı, həm də ölkələrin adını yazdı. İtaliya, Budapeşt, Barselona, bəli, Roma nəzərdə tutulmuşdu. Bəli, Aygün Əliyeva qazandı. Gəlin, maraqlı oldu deyə gəlin birdən də sertifikat 150 evroluq oynayaq. Nə gözəl. Aygün xanımı təbrik edirik. Aygün Əliyeva təlim bitdikdən sonra, webinar bitdikdən sonra bizlə əlaqəyə keçərsiniz. Aha, növbəti sual gəlir. İkinci sualı düşünməmişdim. Bircə saniyə mən bunu düşünüm yaxşı. Çətin olsun biraz. Okey. Burada Merkur Travel Rövşən bəy qalib gəldi. Rövşən bəy əslində bizdə keçən dəfə də aksiyamızda qalib gəlmişdi. O ödənişsiz tur qazanmışdı. İtalyan istismar hal-hazırda düzgün cavab verdi. Bizim maksimum turlarımızda gün sayı 10 gündür hal-hazırda. Təbrik edirik Rövşən bəy. Çox sağ olun. İkinizə də minnətdar oluram. Belə webinar Bir də hər hansısa bir sualınız varsa, viza ilə bağlı, Schengen vizası ilə bağlı və digər istədiyiniz sualınız varsa, indi də verə bilərsiniz, webinardan sonra da verə bilərsiniz, mən sizə cavablandıraram. Hər birinizə təşəkkür edirəm, dəyərli vaxtınızı ayırdınız, bizim şirkətimizlə tanış oldunuz. Sizdən 2026-cı ildə bol-bol rezultat və bronlar gözləyirəm. Tez-tez sizin adınızı, şirkətinizin adını bizim onlayn sistemimizdə görmək istəyirəm. Çox sağ olun Abbas bəy. Biz də sizə çox təşəkkür edirik. Siz də öz dəyərli vaxtınızı ayırdınız. Təşəkkür edirik. Çox faydalı webinar oldu. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, sağ olun.